Paulun Filipillərə məktubu. Filipillərə məktub. 1-ci fəsil. Məsih İsa'nın qulları mən, Paul və Timoteydən, Filipidə olan cəmiyyət nəzarətçiləri və xidmətçiləri ilə bərabər, Məsih İsa'da müqəddəs olanların hamısına salam. Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun. Şükür və dualar. Sizi hər dəfə yada salanda Allahıma şükür eləyirəm. Həmişə hamınız üçün hər bir diləyimdə sevinə-sevinə dua eləyirəm. Çünki ilk gündən indiyədək müjdəni yaymaqda şərik oldunuz. Əminəm ki, sizdə xeyirli işə başlayan Allah, Məsih İsa'nın zühur eləyəcəyi günədək bunu başa çatdıracaq. Hamınız haqqında belə düşünməkdə haqlıyam. Çünki qəlbimdə yeriniz var. İstər həbsdə olsam, istər müjdəni müdafiə və təsdiq eləsəm, hamınız mənlə bərabər Allahın lütfündə şəriksiniz. Allah şahidimdir ki, Məsih İsa'nın duyğusu ilə hər birinizin həsrətini çəkirəm. Dua eləyirəm ki, məhəbbətiniz bilik və hər cür idrak baxımından get-gedə daha çox artsın. Siz Məsihin zühur eləyəcəyi gün pak və nöqsansız, Allahın izzəti və məthi üçün İsa Məsihdən gələn salihlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd eləyə biləsiniz. Müjdəni yayma. Qardaşlar, bunu sizə bildirmək istəyirəm ki, başıma gələnlər müjdə yaymağı daha da irəli apardı. Belə olanda bütün saray mühafizəçiləri daxil olmaqla hamıya məlum oldu ki, Məsihdə olduğuma görə həbs olunmuşam. Həmçinin qardaşlardan əksəriyyəti mənim həbsimdən ötürü Rəbbə güvənərək kəlamı qorxmadan bəyan eləmək üçün daha çox cəsarət göstərdi. Doğrusu, bəziləri paxıllıq və rəqabət, bəziləri isə yaxşı niyyətlə Məsihi vəz eləyirlər. Bəziləri bunu məhəbbətlə eləyirlər, çünki bilirlər ki, mən müjdəni müdafiə eləmək üçün təyin edilmişəm. Bəziləri isə Məsihi səmimiliklə deyil, məhbus halımda güya mənə əziyyət verməklə özlərini göstərmək üçün bəyan eləyirlər. Nə olar? İstər riyakarlıqla, istərsə də səmimiliklə, nə cür olursa olsun, əsasən Məsih bəyan edilir. Mən buna sevinirəm. Əlbəttə sevinəcəyəm. Çünki bilirəm ki, bunun nəticəsi dualarınızla və İsa Məsihin ruhunun köməyi ilə mənim xilasım olacaq. Böyük həvəslə gözləyir və ümidvaram ki, heç bir vəziyyətdə utandırılmayacağam. Yaşasam da, ölsəm də, həmişəki kimi indi də bədənimdə Məsihin ucalması üçün tam cəsarət göstərə biləcəyəm. Çünki mənim üçün yaşamaq Məsihdir, ölmək isə qazancdır. Lakin cismən yaşasam, faydalı işlər görə biləcəyəm. Buna görə nə seçəcəyimi bilmirəm. Hər iki tərəfdən yolum kəsilib. Arzum buranı tərk edib Məsihlə olmaqdır, çünki bu lap yaxşıdır. Amma sağ qalmağım sizin üçün daha lazımlıdır. Buna əmin olaraq bilirəm. Sağ qalacağam və hamınızla birlikdə qalmaqda davam eləyəcəm ki, imanda həm irəliyəsiz, həm də sevinəsiz. Belə ki, bir də yanınıza gəldiyim üçün mənə görə Məsih İsa'da fəxriniz artsın. Lakin həyat tərziniz Məsihin müjdəsinə layiq olsun. Gəlib sizi görsəm də, gəlməyib haqqınızda eşitsəm də, bilim ki, siz bir ruhda möhkəm dayanıb, müjdiyə əsaslanan imanda canbir olaraq səy göstərirsiniz və heç bir şəkildə əleyhdarlarınızdan qorxmursunuz. Bu onlar üçün həlak, sizin üçün isə xilas əlamətidir. Bu da Allahın işidir. Çünki sizə yalnız Məsihə iman eləmək deyil, onun uğrunda əzab çəkmək üstünlüyü də ehsan olundu. Apardığım mübarizəni əvvəldən gördünüz. İndi də bunun haqqında eşidir və siz də həmin mübarizəni aparırsınız.